Yığılan mal qısa müddət çatacaq karıva qardaş. Bunu dərk eyləyəsən kaş, qocalırsan da ötür yaş. Gələcək vaxt qoyacaqlar sinövün üstünə bir daş. Qalacaqsan elə çaşbaş. O zaman dərk edəcəksən nə oğul var, nə də yoldaş. Nə də ki gəlməyəcək dağda o gün evdəki daşqaş. Gələcək xeyli vətəndaş vətənindən. Tutacaqlar kəfənindən, didəcəklər bədənindən ətüvi hissə bə hissə. Budur qüssə, budur vəhşət, budur dəhşət. Və cəhənnəmdə olan isti hərarət səni daim alacaq ağuşuna. Sən dözəcəksənmi buna? Yox. Səbəbi vardı cılızsan və zəifsən. Özüvi satma, həyifsən. Çoxu azla dəyişirsən, nə hərfsən. Arada başını qaldır göyə bir eylə nəzər. Yatma bəşər, gör nə qədər kürə səmada düzülüb dövr eləyir. Kim bunlara əmr eləyir? Gör bu bəşər fikr eləyir ki, biri toqquşsa biri ilə dağlar kullubu aləm, yaşamaz bir nəfər adəm. Deməli, burada mizan var, yaradan var. Açoxu evdə Quran var və nişan var. Görəcəksən yağışı kimdi səpən yer üzünə. Həm buludu pərdə kimi kimdi çəkən yer üzünə. Bəs bu qədər bitkiləri kimdi əkən yer üzünə. Sən hələ ətrafa bax, nə qədər növdə çiçək var. Hərəsində özünə məxsus olan rəng və bəzək var. O çiçəkdən özünə ruzu tapan qurt və böcək var, kəpənək var. Biri istehsal edir bal, o biri qurtda ipək var. Hamısın göz görür aşkar, bunları xəlq eləyən var. Nə edibdir səni vadar, edəsən Allah inkar. Səbəbi vardı cəhalət, yəni qəflət. Niyə sən almadın ibrət? O gedənlər nə yapardı? Bu həyat sanki qatardı, səni də mindirəcəklər. Eləyib sorğu sual dindirəcəklər, deyəcəklər cavabın ver. Bu qədər mal ki yığıbsan hesabın ver, kitabın ver.